Salam, hər birinizi xoş gördük. Əziz Dövlət Qulunun test müəllisinə hazırlaşan şəxslər. Bilirəm ki, çoxdan da video çəkmirəm. Artıq bu video vasitəsilə sizlərə bir çox məlumatları qeyd etmək istəyirəm. Və birinci onu qeyd edeyim ki, bu video müsahibə mərhələsinə hazırlaşanlar üçün deyil, test müəllisinə hazırlaşanlar üçündür. Müsahibə hazırlaşanlar tələsməyin sizlər üçün də videolar çəkəcəm. Sadəcə bu aralar o qədər dərs olur ki, hər ay imtahan, Dövlət Qulunun test imtahanıdır deyə vaxt eləyə bilmirəm tez-tez. Ona görə də ki, müsahibə mərhələsinə hazırlaşanlar biraz yaddan çıxıb. Amma unutmamışam sizi. Əziz test mərhələsinə hazırlaşan şəxslər bilirsiniz ki, növbəti imtahan may ayında keçiriləcəkdir və mən artıq bu günəm 30 aprel tarixidir. Sabahsı günü may ayının 1-dən etibarən ta ki imtahan gününə qədər çalışacağam ki, sizlər üçün canlı yayımlar təşkil edeyim. İmtahana hansı maddələrdən sual düşəcək, hədəfə tərtib etdiyim kimi imtahana düşmə ehtimalı olan suallar sizlər üçün çəkəcəm. Kateqoriyalar və təsnifatların tapılması, eyni zamanda korrupsiyaya qarşı mübarizə haqqında qanuna edilmiş dəyişikliklər nələrdir və bir çox lazım çətinlik çəkdiyi elektron imza, elektron sənəd haqqında qanun və kargüzarlığın bir daha sizlər üçün Lordedə izahını verəcəm. Məhz bunu nəinki may imtahana hazırlaşan şəxslər, eyni zamanda növbəti ay iyun, iyul və avqust imtahana hazırlaşan şəxslərdə bu canlı yayımlar, video izahlar sizlərin köməyinizə çatacaq. İstədim ki, yəni biləsiniz ki, sizlər üçün bax bunu eləyəcəm və bu video baxdıqdan sonra kanala abunə olmağı unutmayın ki, həmin videolar paylaşanda sizə bildiriş gəlsin. Və eyni zamanda olduğunuz qruplarda və Dövlət Qulluğunun test müəllisinə hazırlaşan və ya hazırlaşmaq niyyətində olan şəxslərdə bu videonu göndərərsiniz ki, hər kəsin məlumatı olar. İnşallah ki, may ayında hər biriniz Dövlət Qulluğunun test imtahanı iştirak edərək yüksək sertifikatlar almağınız üçün mən də əlimdən gələn hər şeyin ən yaxşısını etməyə cəhd göstərəcəm. Eyni zamanda növbəti imtahana hazırlaşan şəxslərə də bu keçərlidir. Məsələn, iyun imtahana bilirəm ki, artıq bir çox tələbələr başlayıb hazırlaşmağa, iyun imtahanı necə keçəcək, may imtahanı necə keçəcək. Bunlar haqqında mən yaxın vaxtlarda, canlı yayımlarda və eyni zamanda deməli, videolar vasitəsilə sizlərə bu barədə geniş şəkildə məlumat verəcəm. Ümumiyyətlə, indi mənim bu videomda artıq 2 dəqiqə 20 saniyədə video gedir və demək olar ki, məğzədən ibarət oldu. Bu videonun məğzi ondan ibarət oldu ki, bu video test mərhələsinə hazırlaşan şəxslərin istəyirəm ki, hər birisinin qarşısına çıxsın və may ayında imtahan verəcək ələxüsus şəxslər bu video çox diqqətlə dinləsin. Eyni zamanda iyun imtahanına hazırlaşan şəxslər də çox diqqətlə dinləsinlər ki, yəni hər imtahan qabağı olduğu kimi bu imtahanda da həmin imtahana düşmə ehtimalı olan suallar hansılardır, onların izahı gələcək. Bax, kateqoriyalar və təsnifatdan tapılması bir çoxlarınız üçün çətindir. Onun izahını verəcəm sizlər üçün. Elektron imza, elektron sənəd və kargüzarlıq bir çoxlarınız üçün çətindir. Hətta bildiyimə görə bir çox namizədlər heç bunu oxumamış imtahana gedirlər. Onların bir daha arxadakı lövhədən vasitəsilə sizlərə praktiki və misallarla izahını verəcəm. Onsuz da bilirsiniz ki, bütün qanunları mən izahını vermişəm. Həm kargüzarlığın, həm elektron imzanın. Yəni sizə çətin gələn bütün qanunların hamısının izahı var. BB-yə aid olan bütün qanunların izahı var. Ona bir daha belə deyək də, sizə çətin gələn qanunların izahını verəcəm. Ona görə mən dəfələrlə deyirəm ki, kanala abunə olmağı unutmayın ki, video yüklənəndə, canlı yayım açılanda sizə bildiriş gəlsin. Və eyni zamanda bunu test müəllisinə hazırlaşan şəxslərə də göndərin ki, hər kəsin məlumatı olsun. Buna əlavə olaraq onu qeyd edeyim ki, bax, may imtahanı necə keçəcək? O barədə danışmaq hələ tezdir. İcazə verin, onun növbəti videolarda və canlı yayımlarda biz bu barədə müzakirələr edək ki, may imtahanı necə keçəcək, iyun imtahanı necə keçəcək. Amma sizə bir məsləhət vermək istəyirəm, təkcə bunu demək istəyirəm. Mən öz tələbələrimlə bunu hazırlaşarkən deyirəm. Çalışın ki, Dövlət Qulluğunun 4 fəndən ibarətdir, düzdürmü? Bax, mən kəsilən tələbələrə diqqət edirəm, kəsilməsinin səbəbini maraqlanıram da, görəm bu adam niyə kəsildi. Və kəsilməsinin bir çox tələbələrin Dövlət Qulluğunun test imtahanı kəsilməsinin mən bir növbə səbəbini nədə görürəm? Deyin nədə? Deməli, bunlar 4 fənin 2 fəninə hazırlaşırlar. Ya qanuna, ya məntiqə və ya informatika, ya Azərbaycan dilinə hazırlaşırlar. Mənim sizə məsləhətim ondan ibarətdir ki, 4 fənin 4-ünə də bir yerdə hazırlaşın. Bax, fərqi yoxdur, bu bizim kursu oldu, yəni Cəsur Fətəlzadə Akademiya, yəni CF Akademiya kursu oldu, fərqi yoxdur, başqa X, Y, Z kursu oldu. Bax, heç bir fərqi yoxdur, yəni bir çoxlarınız elə başa düşə bilər ki, bunu mən özümə görə deyirəm. Xeyr, mən tanıyan. Yəni, biz olduq, olmadıq. Yəni, bax, may imtahanı hazırlaşırsınızsa, buradan 15 gün qalıb, iyun imtahanı hazırlaşırsınızsa, mütləq şəkildə 4 fən üzrə hazırlaşın. Siz məntiqi və ya informatikanı yaxşı bildiyinizi düşünürsünüz ki, ona görə hazırlığa getmirsiniz. Amma bir müəllimin dəstəyini alın. İmtahan nə tipli suallar düşür, baxın, hər hansı bir hissəni sizə izah eləsin.
və ələxüsus informatikada mütləq şəkildə hazırlaşmanızı tövsiyə edirəm. Artıq dövlət qulluğunun qəbul imtahanında 4 fənn içərisində ən çətin demək olar ki, informatika düşür. Bu mənim fikrimə görə belədir. Bəlkə də yanılıram. Ona görə də informatikanı hazırlaşmanızı sizə şiddətli dərəcədə tövsiyə edirəm. Əsas informatikanı hazırlaşın. İndi əsas deyiləndə, yəni o demək deyil, qanun və məntiq əsas deyil. Yox, sadəcə onu demək istəyirəm ki, informatika əvvəllər rahat düşürdüsə, son imtahanlarda çətin düşür. O barədə demək istəyirəm. Bax belə, yəni bilədək də bu video çəkməkdə məqsədim ondan ibarət idi ki, növbəti videolarda bizi nələr gözləyir, sizlər üçün nələr edəcəyim imtahan gününə qədər, amma yenə də dinç durmadım. Yenə sizlərə bu barədə məlumat verdim ki, bax bu məqamlara diqqət edin. Hər birisi sizin üçündür ki, bu imtahanda yüksək nəticələr əldə edəsiniz. Bax belə, məndən bu qədər. Yenə kiminlə sualı varsa, buyursun bu videonun şərh hissəsində qeyd eləsin və mən sizin suallarını cavablandırırım. Hansı qanun izahat gəlirsə onu da desin. Təkrar demək istəyirəm. İnşallah ki, may ayından etibarən başlayacağıq. Artıq qızğın şəkildə əlimiz üstünə vuraraq bu qanun bizimdir. Onun bir daha izahını verəcəyik. Hər biriniz may imtahanında, iyun imtahanında sertifikat əldə etməyiniz üçün artıq biz sabahdan etibarən başlayacağıq. Yeni çox güclü şəkildə rejimi. Özünüzə müayət olun. Növbəti canlı yayımlarda və videolarda görüşəndək.